Fidan, Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi 1578-1590-cı il. hansı döyüşdən başlamışdı? Qıldır. Yəni əslində Kürdlərin Van'da üsyan qaldırıb Xoya hücum etməsi ilə 55-ci il müqaviləsi pozulmuşdu. Amma real döyüş Çıldırla başladı. Səncə də Səfəvilər qalib olmuşdu, məğlub olmuşdu. Turgut desin. Turgut, keç bura. Keç qabağa. Utanma. Və görüm, Çıldır döyüşündə Səfəvilərin məğlub olması iki səbəb var. Hansılar idi? Mənim böyükdən xüsusiyyətləri bir də ki, orada süni Qüvvələr nisbətinin Yox, fərqli olması. çaşdın hə. Qüvvələr nisbətinin Osmanlı əleyhinə olması Hə? Qızılbaş əmirləri arasında çəkişmələr. Aysa, yəni Çaldıran döyüşü ilə Çıldır döyüşündə Aysa, oxşardı ki, Səfəvilərin məğlubiyyətində. Səfəvilərin ikinci mərhələdə qalib gəldiyi döyüşdə. 1578 Molla Həsən. Ay sağ ol. Səfəvilərin Niyazabaddan sonra döyüşü davam etdirə bilməməsinin səbəbləri. Mənim iki zəhmətlərdən mənim Şeymanlıların Osmanlıların müharibə Qızılbaş apardılar. Bunun əmirləri arasında nəticəsində birliyin olmaması, xəzinənin boşalması. İkinci mərhələ hansı müqavilə bitdi? mənim İsfahan Birinci İstanbul sağ şərtləri. 90-cı ildə. 1590-cı ildə deməli mənim Qaradağ, Ərdəbil, Xalxal, Lənkəran kimi ərazidə Səfəvilər dövləti. Hə? Digər mənim Şərq Gürcüstan yenidən Osmanlıya verildi, Ərəb İraqı nisbətən. Ay, hətta Qərbi İran bəzi əraziləri, bir sırazı istisnama bütün Azərbaycan, bütün Gürcüstan verildi Osmanlılara. Bu müqaviləni bağlamaqla birinci Abbas dövləti nədən xilas etdi? Mənim tam süqut olmaqdan. Bir də, iki cəhbədə hansı dövlətlərlə müharibə aparırdı ikinci? Şeymanlılar Şeymanlılar Ay sağ ol. Düzdür.